Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı başladı. Evdən nə tərtələsiz çıxmışam, yığıram götürmür, yığıram götürmür. Sən də mənim qardaşımsan, səninlə açıq danışıram, dərdləşirəm səninlə. Deyirəm, görəsən, nə olub, nə problem var? Nə olarsa dəş, narahat olmayın. Yəqin orada uzaq dolacaq eşitmirlər də, hə? Yox, indi. Ay mütəllim! Ay müəllim, bəlkə başqa şey fikirləşək. Pəncərə açıqdır. Pəncərə açıq, narım, pəncərədən girim səri. Ay müəllim, day olmadı ki sizinki. Hava filminə baxmışsınız? Don Feyzullah, Bomba Rabatay. Baxmışam, amma sən Allahım kinodan heç zat danışma. İdeyom var, eləyək. Yox da çıxaq gedir. Var. Müəllim, gəlin bura. Hə. Necədir sizin? Ağarım o. Gəlin bura. Buradan yol olar ora. Ay müəllim, yox, gəl bura. Nə olub 45 kilo olsunuz, gəlin bura. Verin əlvizi. Mənim profilim bir yandı, bir yan qoy. Hə. Tutmuşam, qorxma. Arxain ol, Yıxmaz mı mən? Yox, yox, yox. Nə gördün? Nə gördün? Buradadılar. Evə oğru gelib deyəsən. Batdıq. Ayaqqabı çıxar. Qalxdın, turla özü. Gör. Buralara bax, heç yoxdur. Sən kim bağlayıb abilə? Ha? Oy müəllim. Nə da? Namidar? Bu nə da? Ay müəllim, məncə biz gedək. Dayı olan olub. Mane olmayaq. Hara gedək ya? Başın qaradır sən. Bu nə da eləyirsiniz? Namidar. Nə namidar ya? Xəssəsiniz ha? Nə da? Mən səni işi bildim ya mütəllim. Mən sənə dostum demişəm ya. Sinif yoldaşım demişəm mən sənə. Yanıma işe götürmüşəm mən sənə. Buna görə aybuğa gəlməyirsən. Ha? İnan ki, mənim yeşilə yoxdur. Nə mən niyəsə yox ha? Tam versən az. Namidar. Hə. Namidar, mən sənə şey başa salım. Nəyi başa salarsan, nəmə? Bu nədir yaz? Kimindir bu? Götür. Namidar. Namidar, biz oyun oynuyorduk. Hə, bilirəm. Doğruluq cəsarət oyunu. Aha.
Mənə cəsarət düşdü. O da mənə zəng elətdirdi ki, Namidara denən mən mütəllimi sevirəm, bir də məni narahat eləmə. Və sonrasında da ona cəsarət düşdü. Mən də onu belə cəzalandırdım ki, dosta xəyanət eləmək olmaz. Ay müəllim, mən elə bir buçuna ona baxmışam. Adı da Amerika pirogu idi, Amerika tortuydu, nəsə elə bir şey idi. Beləncə olub hadisə. Mən o denənlərə mən ürəyim düşüb yerə. Mən 5 saatlıq hasara çıxırıq oradan. Nə bilim, yetim uşaq qaça-qaça gəlib pleşan tutub mənim ayağımın altına çıxmışam. Mən yaşladım, mən ölüm. Aç onun əlini ayağına, yazıqdır o. Hə, Nami, hə. Deyirəm ki, sən də yorğanı bu görə ayağı uzadan adamı döyürsən, ha. Ged işinlə məşğul ol. Müəllimi açdım. Siz də deyirəm, bəlkən kəzza. Bu qədər şeyi üst-üstə götürə bilirsinizsə, böyük adamsınız. Böyük, laf böyük. Murad, mən əslində köş deyirəm ki, mən o aparata 50 qoyduyanırsan, orada mənim orijinal çəkim 54 kilodur. Mən bu qədər dərdləri içimə ata-ata kökəlmişəm. Nə o da şişirdə. Etsin. Siz də kinoya da baxmayın. Nami, Pis olmuşdu, biraz xəstəsən sən. axır gəldin mən deyənə. Yox, mən sən deyənə gələ bilmirəm. Mən Namidarı sevirəm. Sən necə dilin gəlir ona sevirəm deməyə? Mən bircə dəfə onun dilindən eşitməmişəm ki, o da sənə desin ki, səni sevir. Sən bu şeyləri bilməzsən, sən evli deyilsən. Kişinin səhər evdən durub ruzi dalıcan getməyi elə bu səni sevirəm deməkdir də. Deməli boşanmırsan da, hə? Yox, boşanmıram. Özdə əgər mən boşansam, o səni sərf eləməyəcək. Çünki gəlib sizdə qalacaq. Əslində haqlısan, mənim əziz bacım. Çox üzr istəyirəm. Mənim fikrim digər pasiyentlərimə getdi. Sənlərin çox yaxşı ərdir. İlin günün bu vaxtı niyə boşanasan ki? İndi bəyəm ər tapmaq olur. Tapa bilsəm mən taparam da. Lazım deyil, boşanma. Gördün əzizim, axır ki sən mən deyənə gəldin. Bəli. Namdan müəllim, əgər qaranlıq qalan nəsə varsa, yenə də izah eləməyə hazıram. Ehtiyac yoxdur. Mən həmişə qeyd eləmişəm, yenə qeyd eləmək istəyirəm ki, mənim ətrafımda kim var, söhbət kişi xalalarından gedir. Bəli, bəli. Sofiya xanım onların bacısıdır. Onlar hamısı da Sofiyanın qardaşıdır. Bir kəlmə dedim, elə bilən bəs. Publik, sən mənə güvənmirsən? Sən güvənləmi? Öz ətrafıma güvənmirəm mən. Sən güvənməmək olar, sən güvənim sonsuzdur mənim. Hə, indi özün bilirsən də nə varmaq lazımdır ay mütəllim. Neynəmək lazım dediyim də, lazımdır bu yində qalım. İstəyirsən ki, otur burada, mən keçim ora. Harada qalırsan, çıx get Bakıya da, işlər tökülüb qalıb. Normal. Nəylə gedim, necə gedim? Sən inanırsan ki, o heç mənim vecimə də dör, nə ilə gedirsən, nə tər gedirsən. İstəyirsən, get taksiyə min get. İstəyirsən, get yolun qırağında varmaq o bellə Bakıya gedən maşınlara min get. Əsas odur, çıx get. İşlər tökülüb qalıb, iş çoxdur. Dur. Sağ salamat. Publik, mənə inandığın üçün, etibar elədiyin üçün təşəkkür edirəm. Foncuk darıqmışam, mən sənin üçün. Gəpdamcı rəqs eləyək. Sən də belə sözlər deyirsən, mən özümdən çıxardırsan da nə mən bu yaşımda. Səndə bilirsən nə sözlər var? 2 dənə paçkanın rezinin eyni vaxtda qırıb atan sözlər var. Dur, oynayaq, dur.
Bu ne şeydə gəldi mənim başıma. Özümü nə vəziyyətə saldım. Elə özümdən də çox üzr istəyirəm. Elə nə olur mənim kimi adıma yaxşı olur. Səhv elədim. Amma səhvimi düzəldəcəm. Ay qardaş. Ver, narahat olma, ver. Ver dala, ver, boş diye boş, ver, narahat olma, ver. Ay deyəsən, benim de pişiyim hazır. Bu nə səsidir bu? Ne oldu ha burada? Ha, bu ne sesdir? Ha bu farazam. Ha bu zırlama hara gitti? Ha! Dayandır bəy, mənə çağırtmısınız? Bəy deyən dilimə qurban olum səni. Elə müəllimdir, bəs eləyər. Müəllim dedim, nə oldu ki? Cəmaət bir dəfə müəllim dediyi adam maşın alır, ikinci dəfə ev alır. Bax, sənə bir sürprizim var. Sürprizləri sevirəm, dayandır müəllim. Şəhərin mərkəzində 4 otaqlı ev, şəhərə baxan panorama pəncərəsi, 2 lifti. Ondan sonra deyim, hər bir təmir yerində yeni tikili binanın yanındakı binadan bir dənə mənzil. Dayandırçıq, çox sağ ol. Olar səni bərk-bərk qucaqlayım. Onlar nədir? Elə bu elədiklərimin hamısı ona görədir də. Kimsə var burada? Salam aleyküm. Salam aleyküm. Olar sizdən bir söz soruşum. Soruş görək, soruş. Qızımız da bağışlasın. Bu aşağıda bir nəfər yaramaz, fırıldaqçı, iş bilməz, mənim maşını vurub, əzib qaçıb. O qardaş, sən mənə şəratıma ginən. Mən səhərdəndən buradayam, ola bilməz o. Yaxşı, kim baxır Parkovaya? Bəri bax, bax gör mən gördüm. Dayandır müəllim, siz müdürsünüz, bəlkə başqa biri olar. Hə, mən müdürəm. Bilsən kim olub o? Hə. Gündüz bir dənə yaramazın biri var. Parkovkada işləyir. İnandırım ki, həmişə ondan narazılıq gəlir. İşdən çıxardacam, qovacam onu işdən. Onu bildim, müəllim, mənim maşınımı əzib, mənim maşınımı düzəltdirsin, mən bilmirəm, mənə dəyən zərəri ödəsin. Heç narahat olma. Bizim özümüzün avtoservisimiz var. Rover Rent. Mən mütəllimə deyərəm, gedib orada düzəltdirərsən maşını. Oldu? Hə, yaxşı, oldu. Yoruldum təbəsdir. Nə oldu, bəs deyirdin sən görə yorulmağa da dəyər? Sən çox qəribə adamsan, Sən yoruluram deyirəm. Deyirsən ki, küsürəm səndən. Dincəlmək istəyirəm deyirəm, demə küsürsən məndən. Açıram sənə düzün deyirəm, deyirsən ki, mən sənə üçün nəyəm? Mən yetim nağarım. Nə ölümdür də? Mən bax, sən mütəllimlə nə eksiyin var? Gəl doğruluq cəsarət oynayaq. Mənə? Hə. Oynayaq. Hazıram. Elə çırpınmaq istəyirəm. Elə ürəgim gəlsin, ağzıma dayansın. Nəfəs alam, boğulum yerimdə. Elə, onlardan elə. Belə şeylərlə gəlim, yoxsa oyuna baxım, belinə gülüm. Hə, davay. Doğruluq yoxsa cəsarət? Cəsarət, cəsarət, doğruluq nədir? Kravatı bağla kürəyimə. Hə? Nətər bağlamışdın mütəllimi? Yenəncə kravatı bağla kürəyimə. Kravatla spalindən zala qədər gəlməsən məndən bir salam yox. Yox, mən oyunu oynamışam. Səndən daha fərqli bir şey istəyəcəm. Hı. Daha cəsarətli, daha məsuliyyətli. İndi gözünü yum. Yum gözünü. Ağzını da yum. Bu nə cəsarətdir, mən onu görməyəcəm. Dadını da hiss eləməyəcəm. Bu nə oldu ta? Mən açma deməmiş açma. İndi aç. Nədir ki bu? Nə oldu? Cəsarətin çatmadı olmağa? Nədir də o?
üzüyü də öz. Mənim onu almağa cəsarətim çatır. Bilirsən ki, mənim çox şeyə cəsarətim çatır. Prosta sən məni cəsarətim çatan şeylə yoxla da, pulum çatan şeylə mənə yox versən. Namidar, cəsarətli kişi sevdiyinə pul xərcləməyi bacara biləndir. Bəlkə bu cəsarəti fırladaq, doğruluq eləyək. Mən sənə bir dənə açıq bir dənə şey deyim, də keçib üstündən. Birinci boyunu bağlayaq, sonra. Bu üzüyü düzələn şeydir, boş şeydir. O mən alaram. Bilirsən, bir dağıya zəng vuracam. Axırı umla qutaran Lüboy yerdən o gətirəcəklər. Prosta deyirəm, bəlkə bu cəsarəti fırladaq doğruluğa. Mən bir dənə şey açım deyim, mən nə istəyirəm, düzün deyim də. Yox, birinci boyunu tamamlayaq sonra. Mən yeganə iş adamıyam ki. Mənim pulum özümü yox, ancaq qabağımdakının gələcəyin qurur. Mən özüm cırıq zorabla zadla fırlandım. Müəllim, əslində mən bura toy danışmağa gəlmişdim. Laf yaxşı eləmişsən. Zal əla, qəşəng. Görsən nə gözəl zalımız var. Mən bir söz soruşum, bu səsləndirmə necədir? Musiqini rahat hamı dinləyə bilir. Bizim zalda akustika bax. Gördün? Əla. Əladır mı? Özü burada nə qədər səslənmə çox olsa, bu qız tərəfdəki qeybət edirlər ha. Hə. Oğlan tərəfi onu eşidir. Əsas odur. Ay, Əsas odur. bax, yeməklərimiz əla. Bir də hansı müğənni istəsəniz, biz onu gətirə bilirik. Müəllim, əla, qəşəng. Çox üzr istəyirəm. Axır vaxtlar mənə heç fikir vermirsiniz, dayandır müəllim. Müəllim, mənim maşınımı sərt parkovka elətdirən budur. Kim? Sən, Mən? Mən səni birinci dəfə deyə görürəm. sən qaçmasaydın oradan, görərdin məni. Nə danışıram? Qardaş, mən sənə dedim, axı, narahat olma. Bayaq dedim, axı, bizim özümüzün servisimiz var. Roverdən servisimiz var. Mütəllimə tapşıracağım. Sənin maşını elə düzəldəcəklər. Əvvəlkindən də yaxşı olacaq. Müəllim, mənim servisə getməyə pulum yoxdur. Ay qardaş, sizin pulunuzun olmamağı belə çox üzr istəyirəm ha. Bizim heç... Sən bir dəqiqə dayan. Qardaş, sən narahat olmayın. Onun xərci nə qədərsə, o çəkəcək. Bildin? Bildim. Hər ay onun maşından çıxılacaq. Narahat olma. Sağ olun müəllim. Sağ ol. Sof, indi mən deyirəm, sən seçirsən. Bəlkə məndən başqa oyun oynayaq. Yox, başqa oyun istəmirəm. Bax, səninlə gizlən paç oynayıram, qaçıb gizlənirsən, sabahacan axtarıram, səni tap verirəm. Qaç tutda oynayırıq, qaçıb yersən dədədən oyna ki, pufam gecəməyi oyanıb görməyəndə hissən. Buna görə mənə başqa oyun düşmür. Elə bu doğruluq, cəsarət, bu əladır, bunu oynayırıq. Yaxşı, Ponçik, sən necə istəyirsən, elə olsun. Doğruluq yoxsa cəsarət? Mən bu dəfə doğruluğu seçim. Sən cəsarəti deyə, cəsarət. Yox, mən doğruluq seçəcəm. Bir dənə cəsarət deyil. Gör mən nə qarıram da, bir dənə cəsarət deyə, cəsarət. Yox, Ponçik, ürəm doğruluq istəyir. Bir dənə cəsarət dedənə nə olar? Bu qamçını mən almışam, hələ bu klokundan çıxarmamışam. Onun kojası təmiz kojadır. O orada diftiylənib yeyilirdi. O deyə sonucu yerə vurumdur. Bu doğuşan paltaranacam, hələ o bir dəfə geyilib sənin qabalında gəzməmişim. Bir dənə olar, cəsarətli, bir dənə cəsarətli olar. Xarab olur, ne olar? Ponçik, xarab olar, təzəsini alarıq. Mən doğruluq istəyirəm də. Mən. Yaxşı. Cəsarət, doğruluq. Doğruluq. Mənə çox istəyirsən, yoxsa mənim pulumu? Başa düşmədim. Nə başa düşmədim? Soruşam da doğruluq, bir həqiqəti bilmək istəyirəm. Bu nə sual deyil, sən mənə verirsən? Bəlkə aldığın maşına görə belə fikirləşirsən? Ya aldığın bağ evini başıma vurursan? Sən onları mənə almamısan, Ona ehtiyacı olan ailəyə almısan. Bax, bu ehtiyacı olan ailə də biri sən atındır, biri də sən anındır da. Başqa adam deyir ki, bu yaxşı bağışda.
Yaxşı Namidar. Gedim biraz havalı məsəbimi soysun. Sən də bir müddət gözümə görünmə. Ayıbdır. Ayıba bax ana. Sən də yavaş elədin. Nə qədər də şey yapışdır bey. Burada nə var ki, yüngül varı cızıqdır da. Ha, nə cızıq? İndi usta baxıb deyəcək də cızıq. Belə cızıq olur. İndi mən bəyəm ustanın belə çox üzr istəyirəm ha. Ha, kişi nə danışsan, Yox, deyim gözünü yummuşam, danışsın da. Ha kişi, belə üzr istəyirdinsə elə maşını vuranda üzr istəyərdin də mən də səni bağışlayardım. Bağışlayardın? Hə. Onda mən səndən çox üzr istəyirəm. Ha, yox, şey gecdir. Usta zəhmət olmasa bir dənə baxardınız da buna. Düz deyirsən. Mənim o bəxtim olsaydı Hollywoodun 3-cü mərtəbəsindən padvala düşməzdim ki. Amma sən narahat olma, Rovedləndə gəlmisən. Necə lazımdır baxacaqlar. Hə, heç nə, baxsınlar. Müəllim, bizdə ancaq Range Roverlərə baxılır da. Ancaq onların ehtiyac hissəsi mövcuddur, servisi mövcuddur. Amma ki, müəllim tapşırıda bir şey fikirləşərik, bir şey eləyərik. Hə, baxın da zəhmət olmasa. Hadi sabun uzatma. Hardasa 350-400 manat arası xərci var. Sənlə de qardaş, 350-400 manat. Ha, mənlə deyil. Nə qədər? 400 manat. Sən nə danışırsan ha? Mən parkovşik adamam, mənim cibimdə qəpik quruş gəzir. 300-400 nədir? Yox, çox bahadır. Müəllim, narahat olmayın, bizdə hissə-hissədə ödəniş var. Biz düzəldərik, siz hissə-hissə ödəniş edərsiniz. Hə, gəlin. Onda başlayın. Mən də gedim görüm nə fikirləşirəm. Mənə lazım idi. Usta, qabaq farada da qırığı var. Nə, onu da düzəldərsən də. Əvvəl qırıq, bey. Sağ ol. O dedi, look at this. Nədir o? 4 nəfərlik dönər seti. 4 dənə dönər, 8 dənə ayran, 4 dənə kola. Neçə qramlıqdır o? 150 qramdır. Neçədir o set? 50 manat. Ha, yığışdır o, Kamandar, yığışdır bu yemək işlərini də. 50 manat ondan sonra mənsə dalı işıqlı krasovkalarım, gedərsən bulvarda qaçarsan. Ancaq yeməyə baxırsan sən. Düz deyir də, Aton o qədər xərc çəkib, gül kimi ev tutub bizi üçün, gətirib bizi bura. Gör nə gözəl təbiət var, bax gül, çiçək. Nə lazımdır mən özüm bişirərəm. Ay Kamandar, artıq xərc eləmək lazımdır. Nə var səndə yeməyə? Deməli sənin ürəyin nə istəyir, hər şey var. Qriçka, vərməşil, makaron, düyü, kartoşka, padamaş, limon, frida var. İstəsin pürer eləyərəm sənin üçün. Bakalda ayranın yoxdur. Onu da eləyə bilərəm. Deyək, qonşuda qatıq var, düzəldərəm 5 dəqiqə sənin üçün ayran içərsən. Sonra sən elə bir Plafaktoriyan kafesində işləyən xalasan, yaz. Ancaq qarnirləri sayırsan mən. Bunun üstünün quləsi yoxdur, ət yoxdur də. Ay, Namidar, ət almadın axı. Ət alsaydın kotlet də eləyərdim. Almadım ət. Yox. Mən o boyda ət aldım, hara aldım mən? Almadım, yox. Amma ət almağa gedirəm, ət almıram. Mən təmiz başımı xarab eləmiş, mən özələdən çıxarmış səni. Bacın hanı? Bacım çıxdı, havasını dəyişsin. Nə havasını dəyişir? Burada başqa havadır, çöldə başqa havadır. Nə çıxıb burada rayon yerindən ağarır, 45 ildir dəyişir də hava görürsən alınmır da. Havasını dəyişir. Durun, gelin səhəri çay eləyən gəlirəm səhəri. Dur Kamandar, onu götür apar səhəri. Mənə zəng gəlir, telefonla danışmalıyam mən. Yaxşı, gəl. Durun. Gəl. Ay, eşdirəm, Emin. Sən də gərək ancaq mənə görüntülü yığasan. Mənə görməsən elə bir işin alınmır. Namdar bəy, mən müştərilərimin gözünün içinə baxaraq danışmağı xoşlayıram. Denən. Bax, denən. Nə olur, tez denən. Atanız sizinlə görüşmək istəyir. Mənlə? Qoş danışaq. Denən gəlsin. Oldu, sağ olun.
Bağışlayın xanım. Bayaqdan sizə baxıram. Çox sıxıntılı görünürsünüz. Siz kimsiz? Mən insanları kənardan müşahidə edib onlara yardım edən bir psixoloqam. Doğrudan? Doğrudan. Qıraqdan baxanda çox hiss olunur ki, rəddiyəm. Bəli. Kənardan baxanda hiss olunur ki, sizin hər şeyiniz var. Eviniz, maşınınız, pulunuz, qızılınız, brilyantınız. Amma sizə həmdəm olacaq bir yar yoxdur həyatınızda. Necə gözəl dediniz. Gəlin keçin içəri, sizə bir kofe sizin dərdləşək. Bəlkə siz tapa bilərsiniz mənim dərdim nədir? Kofe yox, çiyələk mürəbbəsi ilə çay olsa içərəm. Olar, keçin içəri. Əgər yoxsa şokolad da olar, problem yox. Keçin. Aynur, telefonuma yığıram, day baxmırsan. Yəqin başım işə qarışıb, fikir verməmişim. Belədir də. Əvvəl başım mənə qarışmışdı, işə soymuşdun. İndi işə başın qarışıb mənə soymuşsun. Nəysə, dünənlər Ağşəhərə getmişdim, evdə yox idi. Mən də orada qalmıram ki. Nə danışırsan? Can. Xırdalana qayıtdın. Heç nə olmaz. Pis günün ömrü az olar. Qoy bir dənə vəzifəyə qayıdın. Çox üzr istəyirəm. Bunların... Nə xırdalan? Mən Targovada qalaram indi. Nə danışırsan? Belə tez getdin qabağa. Nə baş verir balam? Gündüz, sən burada yuxarı mərtəbədə nə gəzirsən? Sən aşağıda olmalısın axı. Bir də Aynur bacıyan nə sözün var, mənim yanımda deyə bilərsən ha. Narahat olma. Nəyə baxsan? Heç nə. Bu dəqiqə sizlə bağlı ürəyimdən keçən bütün sözlərə görə daxili orqanlarımdan çox üzr istəyirəm. Əhsən, getdik. Papa tezlə sözü de, mən işin gücüm var, nə çağırtdırmısan məni? Bala, sənə bir şey deyəcəm, maraqlan gör, düz söhbətdir. Oturmuşsan o dünyada, sakit, başın dinc, gəz fırlandı özün üçün. Bu nəyin marağıdır Zəbirib? Yox, burada spor gedir, bir dənə makler ölüb gəlib düşüb yanımıza. Deyir, Masazırda gölün qırağında 12 sot torpaq var. Su qiymətinə sotu 100 manata kim alsa qabağa düşəcək. Mən də dedim, ola bilməz. Mərcə girmişik, gedib maraqlana bilərsən. Mərc günahdır. Burada yox. Oturmuşsan oradan bura alıver edirsən. Nə lazımdır denən mən eləyim də. Git düşünmə, sonra tələsirəm, mənim vaxtım yoxdur. Bilirsiniz, mən heç vaxt psixoloq qəbulunda olmamışam. Ona görə də heç bilmirəm, hardan başlayayım. Əslində, heç narahat olmayın. Mən özüm də heç vaxt belə bir dəbdəbəli, gözəl evdə depressiyaya düşən qadın görməmişəm. Ona görə özüm üçün də maraqlıdır ki, görəsən sizə kömək edə biləcəyəmmi? Buyurun. Mənim sevgilim var. Aha. Yaşca məndən böyük olsa da, aha, o məni dəli kimi sevir. Amma onun ailəsi, uşaqları var. Aha. İndi həyat da bizi qarşılaşdırıb. Yəni, məni də başa düşdünüz də. Çalışıram başa düşüm. Deməli, ailəsi var. Davam edək. Deyin görüm, harada tanış olmuşsunuz? Mən o restoranda menecər işləyirəm, oradan. Deməli, restoranda işləyirsiniz. Bəs yaxşı, o necə biridir? O həm mehriban, həm də kobud. Yox, siz məni anlamadınız, mən onu nəzərdə tutmuram. Yəni, görünüşcə necə biridir? Hündür boy, yaraşıqlı, yoxsa gömbul, balaca boy? Hər ikisindən də. Yəni, belə deyim də, o mənə sevgi göstərəndə, ev alanda, maşın alanda,
Mənim bütün istəklərimi həyata keçirdəndə mənim gözümdə o qədər böyüyür ki, hündürboy və yaraşıqlı olur. Amma mənim istəklərimi eləməyəndə gözümdən elə düşür ki, heç onu tanımaq istəmirəm. Balaca boy gömbul olur. İndi görsəm tanımaram. Sizə əslində bir qədər başa düşdüm xanım, amma bir sualım olacaq sizə. Mən sizə bir şəkil göstərsəm, o şəxsə baxıb deyə bilərsinizmi ki, onu tanıyırsınız yoxsa yox? Çalışaram xatırlayım. Buyurun, zəhmət olmasa. Delicious. I love your mother. Dad, do you also love mother? Also love mother deyəndə ki, Kamandar. Belə deyimsə tam odur yox. Tam da odur, amma əlbəttə. Sən... Deyirəm, elə xoşuma gəlir, belə ingiliscə danışırsınız. Lap yax kimi yayılır sinəmə. Mənim əziz, gözəl, təravətli, bəlağətli, namuslu, qeyrətli, əsl Azərbaycan qadını bacım. Səni bir dəqiqə olar? Hə, olar. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə bir dəfə Hollywoodda serialı bitdi.